ID ilə güvənli bir şəkildə elmas vurdurmaq istəyənləriniz üçün ekrana qoyduğum şəkil vasitəsilə nömrə və yaxud Instagram hesabı ilə əlaqəyə keçə bilərsiniz. Hər kəs salam, mən Şadov. Bugün sizlərlə birlikdə mükəmməl bir video ilə qarşınızdayım. Uşaqlar, bugünkü videomuz BR dərəcəli necə kasılır, Pavol 3 gəlir. Yəni bilirsiniz ki, BR dərəcəli artıq sıfırlanıb. Əslində indi sıfırlanmayıb, çoxdan sıfırlanıbdı. Nə bilim, bəlkə bir ayda falan sıfırlanır. Bir ay olmasa 2 həftə civarlarda sıfırlanıbdı. Bilmirəm, artıq bu gün necə kasılır, dəndəsində gedirik piyaka düşürük. Həmişəki taktiklərlə görək win almağa çalışacağıq. Kill aldıqdan sonra görək, yəni win oynayacağıq. Bunu götürək, 94 falan. G36 istəmirəm. Tamsından bunu dəyişməyə dəyər, çünki yaxın silah. Görək, adam varmı biraz? Göydə bir nəfər var. Kasmalar var, oyunda biraz elə bu kasma var. Bir 3 dənə vurdum. Ən azından uşaqlar buraya düşdükdə çalışın hasar vurun. Yəni çəkinməyin. Buraya düşəndə bacarın hasar da vurun. Bu adam var, ot oldu. Qəşəng. O sən bizim bilmədi. Orada da solunda bu arada bir nəfər var. Bir killimizi aldıq. Sağa da bir nəfər düşdü bu arada. İndi onu çox vurmaq istəmirəm. İstəyirəm soldakini vuram. Buradan Allah, çox pis vaxt durdum. Üstünə ağır enki koftalı uşaq üstünə raşlayır. O bu arxadan da vurur. Buna biraz skard dəsin əlindəki. Vuramadım. İndi də bu tərəfdən vururlar. Uşaqlar, soluğumuz da yoxdur. Cum cəl getdik. Kitimizi basaq. Bir dənə kitimiz falan var. Bunsa da basaq. Uşaqlar, dediyim kimi, bacarın bura düşdükdə ya kill alın, ya da indi mən bunun üstünə başlayacağam. Niyə? Çünki onu öldürdülər. Onu öldürdülər deyəsən uşaqlar. Heç mən onun lootunu falan yığmadan promoya çarp gələcəm. Çünki hasar nə qədər çox olsa, o qədər plusunuz çox olacaq. Bacarın bir də axıra qalmağı oynayın. Axıra nə qədər də, yəni neçə ilk üçlüyə falan girsəz, yaxşı artı verəcək sizə. İndi məsələn bir kill aldıq, qaçırıq aşağıya doğru. Çünki orada dursam həm bir ehtimaldan ötəri, yəni UMP ilə dəyişim bu arada. Çünki ola bilər ki, orada gəlib arxadan ikisi birdən cumsa, mən neyniyəsiyəm? Mən rock falan deyiləm, arasını tapa kafa vuram. Nə güclə kafa atıram o da. Yəni rocka deyiləm mən. Ya da white 444 deyiləm ki, bunları vura biləm. Yox, yerimizin tamirini bassaq ondan daha yaxşıdır. Gedəcəyik aşağıya doğru. Kitimiz falan yox deməyi. Gedirik, otumuz da olsun, hər ehtimaldan vursalar ot var. Görürsünüz ki, buzu çox az verir. Ona görə ot karakteri oynayıram. Ya ot oynayın, ya EP oynayın, ya Ronaldo oynayın. Nə bilim, oynayabilirsiniz, Skyler hamısından buz oldu. Mantarı yiyəcəm çünki canımda azlıq var. Kitim də yoxdur. Promoya az dolduracaq. Zor şeydir. Bunu da yedik. Gedək orada qəpiyi götürək, bir də sürəti basaq. Gedək qabaqdakı keratonun, yəni lootunu yığmağa. Sən bas, bunu da götürürsüz. Gedək indi görək nə edə bilərik. Bu arada hələ ki like atmayıbsınızsa like atmağı, abunə olmayıbsınızsa da abunə olmağı, bildirimlər adam var, getməyə dəyməz ora. Ora çünki üstünə raşlayacağam, 94 ilə nə edəcəm? Qəşəng bir dənə 2-3 dənə vurdum. Amma onun yeri daha superdir. Mənim ağacın üstündə mənim hər an sağdan soldan gələ bilərlər. Orada başıdır axı. Tam qırmızı yanında çıxdı. Allah. Açıq gəlmir. Mən girəndə çıxır o da. Bir dənə onu normal yerdə tutub vuracağam. Ona bax. Orada elə bir görünür. Gördüm. Bir dənə uşaq var. Allah getmir. Oy qəşəng. İnşallah gördünüz, qəşəngdə 3 dənə kafa vurdum arxa-arxaya. Killimizi almağa bacardıq. Yanındakı də əslən SKS idi, nə idi bilmirəm. Sniper idi, yəni eşşək kimi vurardı. Açıq qoysam ona. Dən lootunu yox, qəşəng də məndən tərli çıxıb, çox sağ ol. 4x 38-dən ya, bunun qabağında mən neyniyəsiydim? Görməyib indi fərzə ki, üstünə raşlayıram. Öldürər deyim məni. Həmçə bazarının kitinizi falan biraz stabil saxlayın. Necə deyəm, yəni ən azından soluq cihazı falan çox yığmağa çalışın. Çünki alandan falan çıxanda da yaxşı olur. Çünki hər dəqiqə dayanıb kit basamırsınız. O avı buraxacam bunu. İndi bunu da bırak oyaq lootumuzu yığaq. Kit falan, buradan da kit götürək. Hətta bu ikisini də götürək. Təzə güllər bəsdir. 80 götürdüm. Niyə? Çünki 94 tane elimdə olur, arada bir vura bilirəm. Hər dəqiqə 94 tane vuramayacağam. Amma hasarı azdır. Amma 80-də plusdakı məndə parafal götürəcəm bu arada. Qəşəng. Parafalımız o. UMP'miz atış hızı 2. Özüdür. Kəş o bir dənə UMP var idi. Köhnə oldu UMP'lərdən. 2 dənə UMP mənə ən çox ləzzət yeyən 3-4 dənə UMP var.
O boyutlu UMP desenindən. Bir o güllü UMP-də nədir? Atış hızı var. Bir də qırmızı UMP var, full qırmızı. Bir də qırmızılı falan qəribə bir UMP var. O da qəşəng. Dediklərim hamısında mən bilən atış hızı 2-dir. Yəni məndəki atış hızı 2-dir, amma bir dənə də böyründə hasar 1 falan olsa inanın ki, yəni qabağınızda duranmazlar da, elə bilin ki. Durarlar belə ki, təbii ki, silahdan silaha fərq var, oynayış stilindən də fərq var. Çünki mən görürsünüz ki, bir yerdə tutarım, rəqibi həmdə pompalıdır, altılı pompalıdır, yüksəldiyimiz altılı falan, nə olur olsun da, pompalıdırsa o rəqibə yaxın girməyin. İstəyir ikili pompalı, əsasla maqnitli falan var ha, bu olaraq altılı pompalı falan yaxın girməyin. Əlinizdəki sizinki belə pompalı bunu götürüm. Çünki onun hasarı superdir, 80-ə nisbətən də sürətlidir. Geçir. Bir dənə də çekası var, bunu götür. Kit atacam, niyə kit götürdüm ki? Hə, dediyim kimi, bura bir dənə kitimiz hanı onu ataq. Bir dənə bunu götürək. Çək bura, birini çək, atıfs yox. Hə, dediyim kimi, pompalı falan gördünüz, rəqibin əlində pompalı falan var və ya səsini eşitdiniz. Yaxın girməyin. Uzaq silahla uzaqdan vurun. Oyunda kasmalar olur. Alana gedəcəyik təbii ki də. Katatoya verdi alanı. Problem yoxdur. Heç nə özümüzü bildirməyə çalışmayırıq. Bacardığımız qədər gizlənə oynayacağıq. Çünki artıq 2 kilimiz var. Nə olmasa da ons plusumuzu verəcək. 14 nəfər var bu həyatda yaşayanlar. Yəni bizdən bu dəqiqə nədir? Bizimki sadəcə pusmaqdır. Gedib alan divi oynamaqdır. İlk nə bilim 10-a girməkdir, 5-ə girməkdir. Bax bizimki bu dəqiqə odur. Çünki nə qədər axıra qalsaz o qədər çox artı verəcək. Baycı görürsüz, mən 13-dəyəm. 12. Hər ağzımı açdıqca adamlar tökülür, ölür. Gedirik təpiyi tutacaq çünki alan buradır. Görək nə edə bilirik. Bu arada like atmağı, abunə olmağı unutmayın. Keçən videoya çox super dəstəkləriniz gəldi. Ona görə təşəkkür edirəm hər birinizə. Məni izləyib, sevib dəstək verənlərə hər birinə çox təşəkkürlər bildirirəm. Sadəcə bir xahişim var. Artıq ikinci kanalımız da var, əyləncə kanalı. Bilmirəm, hələ ki dayandırmaq fikrim, dayandırmaq istəyirəm kanalı, amma dayandırmıram. Çünki nə bilim daha açılmışam, o qədər logo falan düzəltmişəm. İndi düzdür, logo falan düzəltmək 5 dəqiqəlik şeydir, o qədər çətin bir şey deyil. İndi baxmayın da, yəni burada uzanıb gözləyəcəm. Çox, yəni açıq verməyəcəm. Orada bu arada elə bildim adam var. Buralarda bacardığımız qədər özümüzü bildirməyəcəyik. Üstümüzə qaçan olsa maksimum vurmağa çalışacağıq. Hə, dediyim kimi, keçən o bir dənə kanal açmışam. O kanalla da buna yorum yazacağam bu videoya. Bacarın. O kanala da dəstək verə bilsəz super olar. 21 abunəmiz var. O kanalda yüksəltməyə çalışın. O kanalda sırf əyləncə videosu gələcək. O kanala video, yəni oyun videosu atmayacağam. Nə qədər ki bu kanal varsa. Artıq yəni bilirsiniz ki 1.3000 abunəmiz var. Bu videodan sonra inanıram ki 1.4000 eləyə bilərsiniz. Yox, 1.4000 olmasa da 1.32000, 31000 falan eləyə bilərsiniz də. 31000 eləsəz lap yaxşı olar. Yəni isə məni izləyirlər, takipçilərdən falandır. Takipçi deyilmiş bu arada. Sinif yoldaşım idi. Dostumdur yəni. Gülməmizi çəkək. Çıxıb sabahdan çağırıram ki oyuna, gedək video çəkim mən. Yırtıya video çəkəcəm ki bığırı kasaq. Özdə yəni bığırı falan kasmağın xəstəsidir. Çağırdım, dedi yox get oynamıram, mənim yəni işim var dedi. Oyuna girmişəm, indi də dəvət atır sizə. İndi baxır buradan. Çox güman ki çıxanda oyunda olmayacaq. Hər nəysə. Yavaş-yavaş alana gedək uşaqlar. Dediyim kimi o kanalda da dəstək versəz zor olur. O kanalda da super videolar gələcək, qorxu falan. Düz biraz vaxt eləməyə çalışıram. Vaxt etsəm gələcək normalı videolar. Həftədə 2 videoda olsa atmağa çalışacağam. Düzdür, eyni vaxtdakı kanalı, yəni paralel aparmaq çətindir. Amma o kanalda məncə belə düşüncəm var ki, vurmayacam onu, qalsın. O kanalda belə düşüncəm var ki, bir videoyu partlatsam super baxışları falan gələcək super. Amma o videoyu partladamıram çünki elə video çəkəmirəm. Elə bil ki, 2 kanal bir-birindən bağımsız kanal olacaq. Necə? Yəni necə başa salamayacam da, hər nəysə. O arada 6 buzumuz var. Görək nə edə bilirik. Ona görə evlərdə pusmaq çalışacağıq. Qəşəngdir, bura alanı çel elə deyəsən, bura girəcəyik. 6 pompa ilə dəyişərəm bu arada UMP. Çünki UMP-nin sabitliyi azdır. Bunu at. Həm də yer boşa. Bunu da 2 səviyyə ilə oldu, super. Gələ indi bu bir evin içinə. Burada nəsə bu arada yanır, onu da götürəcəm. Duranmaram, incə vurarlar. O drop var. Bunu da atacaq evimizin qabağına. Girək içəri. Drop başımıza falan düşməsin. Hələ ki görünürdə adam yoxdur, olmadığı yaxşıdır.
Nə qədər bizdən aralda taktikalar yaxşıdır. Görək nə çıxdı. 306-lı, Allah. Kakraz deyincə yüksəltmişdim 6-lıyı. Hər nəysə, 306-lı super. Yaxına girsələr bacardığımız qədər şaqqalayacaq. Amma yaxına girmirlər. Çünki bayaqçı dediyim öz başıma gəlir. Orada adam var bu arada. O alana girmək istəyir dəsən az alana girir. Onu birazdan ora öldürəcəm. Dəymir güllə. Allah. Bunu at bura. Ağacın dalına keçdin də. Onun buzu çox az qalır. FPS eləməyə çalışıram. Onu bura at. Bəlkə oradan qaça. O da Allah bir dənə 34 vurdum super. Sat stresdə bir dənə də 35. Bir dənə də çıxsa başına vura bilsən məlum olar. Ala bomba atdı. Bunu bura at. Görək bomba. Allah düz yanımda partladı. Qorxdum ey. Hardadır bu çıxıb qaçaq uşaqlar ot olaq özdə. Raşda. Yox, evin içinə bağlı özünü elə bildim. Açıqdadır. Çox pis elədim evdən çıxmağı. Bura bir buz, burada bir buz atacağım. Hətta biraz o tərəf atım. Çünki arxadan vura bilərlər. 3 buzumuz qaldı. Əladır. Frankfurt faal niyə belə çox elsən buzu? Niyə bir dənə bəssən? Niyə çox elsən? Arxamıza həmişə ona bax. Arxamıza həmişə zəhləm gedir. Dana bombayı da kimsə mənə atanda. Mən də bunu ora atıb qaçacağam. Burada bir dənə buz. Of, kaskım getdi uşaqla bir dənə kit. Qaç. Açıq ver. Ha bir dənə pompalı vurdum. Onun üstdən də vururlar. Deyəsən ha, stres başladı. Ola bir dənə bomba qaçdı. Ona bax arxasını mənə çevir. Yəni bağda məni vurur. İndi gizlən, arxasını mənə çevirir. Bu kitimizi basaq. Bundan da tamir kiti, yox qaçaq alandan. Bu arada bizə buzum var, onu da atdım. Bir dənə buradan buz götürəcəm. 3 dənə. Biraz çox verərdim də. 3 dənə nə edirəm? Yığa bildiyimiz qədər qaçıyıq. Bir dənə bura buz, hasarın kənarındadır. Bir dənə də bura soluqdan falan da basıb çıxacağım. Bir dənə də bura bizə buz qaldı. Allah öldü ya alanda bunda bura atışıyor. 20 canla qaçdıq alandan, alan it balası kimi vurur. Əlimizdə elə bomba qalsın. Nə edə bilərik görək. Açıq ver 64. Allah buzumu çatlatdı. Nə pis oldu. Qıracaq uşaqlar buzumuzu. Buzumuz qırıldı elə bil ki biz də qırıldıq. Vardı. Çıxmır, açıq vermir. 10 nəfər izləyir məni bu arada. Qəşəng 2 dənə vurdum. Aha 3 nəfər idik. Biri öldü, oldu 1 nəfər. Qaldı 1 nəfər. Təkbətək. Heç nə, yəni qaçaq buradan uşaqla məcburuq. Çünki alanda qala böləcəyik. Qaç. Keş onu hərəkət eləməzdim. Allah. Bura buz. Buzu çox az verdi. Hardan vur? Ay bilin. Aha üstdəymiş bu. O birində vurubdular çox ki. Mən elə bildim o biri yaşayır, ona görə qaçdım. Buzu gec verdi, yoxsa Allah 40 verdi, yenə 40 verdi. Keçən videoda 40 almışdıq. Yenə başlıq dəyişməyəcək. Deyəsən eynicə formada bir dənə başlıq atacağam. Hər nəysə, buradan nəsə verdi, bunları tamamlayaq. Bir dənə açıl tez ol. Nədir, başım bıraxacaq. Hər nəysə, uşaqlar, nə deyəcəkdim, yadımdan da çıxdı. Bir dənə 34, az bir şey qaldı. Hər nəysə, uşaqlar, bu videodan bu qədər idi. Bir sonraki videoda görüşmək üzrə. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.